Herkese salam, Hollandiya Lunterəndən. Bu kanalda sonuncu video mənim Almaniya səfərimlə bağlı idi və bir qədər plansız şəkildə o qaça-qaçda gözlənilməyən şeylərin arasında video bitdi və mən əslində o videoda da bildirmişdim ki, mənim məqsədim Hollandiyaya getməkdir. Sadəcə Almaniyadan tranzit olaraq istifadə edirdim. İndi isə artıq Hollandiyadayam. Demək olar ki, bir həftəyə yaxındır ki, buradayam. Və daha hələ 2 həftə də burada olacam. Ümumilikdə 3 həftə Hollandiyada keçirəcəm. Və bu videoda mən nəyə görə Hollandiyadayam, niyə görə 3 həftə burada vaxt keçirirəm, gördüyüm işlər nədir və s. ümumiyyətlə Hollandiyadakı ilk həftəm haqqında danışacağam. Elə isə gəlin başlayaq. Hazırda mən Hollandiyada Lunterən adlı bir kiçik bir şəhərdəyəm, bəlkə də kəndli demək olar. Az bir əhalisi var, amma belə çox təbiəti gözəl, kiçik bir kənd, insanları da mehriban bir yerdir. Mən burada 3 həftəlik Avropa Həmrəylik Korpusu, yəni ingilis dilində desək European Solidarity Corps vasitəsilə gəlmişəm. Məlumat üçün onu deyim ki, bu mənim 4-cü belə könüllü təcrübəmdir. Bu vaxta qədər mən Bolqarıstanda, Rumuniyada və Belçikada Avropa Həmrəylik Korpusu könüllüsü olmuşam. Bu isə Hollandiyada isə artıq 4-cü dəfədir ki, könüllü oluram. Bəs bu proqram nədir? Gəlin ümumi bir məlumatla başlayaq ki, Avropa Həmrəylik Korpusu Avropa Şurasına daxil olan və qonşu dövlətlər, hansı ki, qonşu dövlətlərə bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və s. daxildir. Türkiyə və s. Bu ölkələrdən olan 18-30 yaşlı gəncləri Avropada müxtəlif ölkələrində könüllü layihələr keçirilir və həmin gənclər bu layihələrdə tamamilə ödənişsiz şəkildə iştirak edə bilərlər. Bu layihə çərçivəsində əgər siz könüllü olaraq seçilirsinizsə, sizin bilet pulunuz qarşılanır, sizə cib xərci verilir, sizə yeməyiniz qarşılanır, yəni ki, yemək pulu verilir. Sığortanla təmin olunursunuz, tibbi sığorta ilə. Və belə, ümumiyyətlə sizdən heç bir xərciniz qarşılanmır və hətta yəni viza xərcləriniz belə qarşılanır. Bəs bu layihələr nədən ibarətdir deyə soruşsaz, layihələr ümumiyyətlə hər bir layihə digərindən fərqlənir, çünki ümumi büdcə, yəni ümumi çətir Avropa Həmrəylik Korpusu olsa da, bu çətir altında minlərlə layihə keçirilir Avropanın müxtəlif ölkələrində və şəhərlərində və hər layihə digərindən fərqlənir. Bura adətən ümumilikdə danışsaq sosial layihələr daxildir. Məsəl üçün, mən hazırda Hollandiyada Lunterən şəhərində və bu ətraf şəhərlərdə yerləşən qaçqın düşərgələrində könüllü olaraq çalışıram. Yəni, işimin əsas hissəsi ondan ibarətdir ki, bu düşərgələrdən yerləşən sakinlər üçün, adətən də yeniyetmələr və uşaqlar üçün boş vaxtlarını keçirmək üçün oyunlar, müxtəlif əyləncəli aktivitelər və s. tipli oyunlar həyata keçiririk, fəaliyyətlər həyata keçiririk. Amma bu sadəcə bir tip layihədir. Bura çox fərqli tip layihələr daxildir. Məsəl üçün, siz hər hansısa bir festival təşkil edə bilərsiniz, bağçada işləyə bilərsiniz, hansısa bir tarixi binanın restavrasiyasında yer ala bilərsiniz və s. Yəni, dediyim kimi, layihələr bir-birlərindən təkrarlanmır demək olar ki, hər layihə çox fərqlidir və siz özünüzə uyğun layihələr tapa bilərsiniz və bu layihələrdən yəni bəzən sizdən peşəkar bacarıqlar çox vaxt tələb olunmur. Yəni ki, siz hansısa bir proqram bilmək, kompüter proqramı bilmək və s. buna ehtiyac yoxdur. Sadəcə motivasiyanız olmalıdır, həvəsiniz olmalıdır ki, könüllü şəkildə gəlib öz vaxtınızı, enerjinizi bura sərf edəsiniz və həmçinin müəyyən qədər ingilis dili biliyiniz olmalıdır. Çünki burada özünüz artıq təsəvvür etdiyiniz kimi siz xarici, dünyanın fərqli ölkələrindən gələn könüllülərlə birlikdə çalışırsınız və sizi ortaq birləşdirən dil adətən ingilis dili olur. Ona görə də və bunu da deyim ki, ingilis dilinin yəni ana dili kimi səviyyəsində də bilməyə ehtiyac yoxdur. Çox az dil biliyi ilə də gəlib burada da öyrənə bilərsiniz. Mənim təcrübəmdə belə çox olub ki, həqiqətən də çox az dil biliyi ilə gəliblər və burada məqsədləri öz dil biliklərini inkişaf etdirmək olub ki, bu da normaldır. Bəs kimlər iştirak edə bilərlər?
Qeyd edeyim ki, bu 18-30 yaş aralığında olan gənclər üçün nəzərdə tutulub bu proqram. Səhv eləmirəmsə 17 və 16 yaşlarında istisna hal olaraq da qəbul olunur, amma bu halda sizin qəyyumlarınız ki, adətən valideynlərinizdən xüsusi icazəniz olmalıdır və onlar notariusdan təsdiqlənmiş icazə ilə müraciət eləməlisiniz ki, bəli, həqiqətən də qəyyumlarınız sizə icazə verir ki, çünki siz həmin vaxtı gənc sayılmırsınız, yeniyetmə sayılırsınız və siz hələ də qəyyumlarınızın səlahiyyəti var sizin üzərinizdə. Bu istisna hal çıxmaq şərti ilə 18 yaşınızdan 30 yaşınıza qədər istənilən halda iştirak edə bilərsiniz. Bəli, bu layihələr özləri müddəti nə qədər olur deyə sual versəz. Layihələr iki tip layihələr var burada. Uzun müddətli layihələr və qısa müddətli layihələr. Qısa müddətli layihələr təxminən 2 həftədən başlayır, 2 aya qədər davam eləyir. Hansı ki, mənim hazırda iştirak etdiyim layihə də məhz bu tipli layihədir, 3 həftədən ibarətdir. Əgər layihə müddəti 2 aydan daha çoxdursa və tam 1 ilə qədərdirsə, bu zaman artıq bu uzun müddətli layihə hesab olunur. Dediyim kimi, yəni 2 ayda ola bilər, bu 10 ayda ola bilər, maksimum isə 12 ay ola bilər, 1 ildən çox ola bilməz. Belə və bir də layihələrin özü bu müddətinə qədər 2 yerə bölünür və bir də motivinə görə 2 yerə bölünür, yəni mahiyyətinə görə. Burada komanda layihələri var, team volunteering adlanır və individual layihələr var. Team volunteeringlər adətən daha qısa müddətli olurlar və yəni 1 aya qədər və s. olurlar, bir neçə həftədən ibarət olurlar adətən və orada siz bir qədər fərqli olur. Orada daha çox komanda şəklində işləyirsiniz, hər hansısa bir taskı, yəni ki, hər hansısa bir işi komanda olaraq görürsünüz. Və bu halda sizə çox güman ki, verilən cib xərcliyi və s. bütün komandaya verilir və bütün komanda eyni anda yemək bişirilir və bütün komanda eyni anda yeyir və s. Məsələn, hazırda mənim Hollandiyada olduğum layihə komanda könüllülüyüdür. Burada təxminən 30 könüllü var və hər birimiz 6-6 qruplara bölünmüşük. 5 fərqli qrupda, 5 evdə yaşayırıq. Hər evdə 6 nəfər olmaqla və məsəl üçün bizə verilən cib xərcliyi o 6 nəfərə ümumi olaraq evə verilir və biz bir 6 nəfər bir ev olaraq artıq bazarlığa gedirik, qərar veririk nə yeyəcəyimizə və özümüz bişirib özümüz yeyirik. İndividual könüllülüklərdə isə, individual layihələrdə isə bir qədər fərqli olur. Orada siz öz şəxs olaraq işləyirsiniz. Yəni öz tasklarınız olur, öz büdcəniz özünüzə verilir. Ki orada da yəqin ki, evi də başqaları ilə bölüşürsünüz. Təbii ki, orada tək evdə qalmırsınız, amma həmin evlə birlikdə yemək yemək və s. kimi öhdəliyiniz yoxdur. Tamamilə sərbəstsiniz. Pulu da necə xərcləyəcəyiniz tamamilə sizdən asılıdır. Belə. Bəs soruşa bilərsiniz ki, bu layihələrdən sonra mən ölkədə qalıb işləyə bilərəmmi? Bu suala cavab yoxdur. Yəni, sizə verilən viza bu layihənin müddəti nə qədərdirsə, o qədər adətən verilir. Və siz bu müddət ərzində həmin ölkədə qala bilərsiniz. Layihə bitdikdə isə siz artıq bu ölkəni tərk eləməlisiniz. Yəni, mən adətən tez-tez sosial mediada görürəm ki, bunu iş olaraq satmağa çalışan bəzi insanlar var. Yəni ki, onlar insanları səhv yönləndirirlər ki, Avropada tutaq ki, 12 ay gəlin işləyin və s. və pulla satmağa çalışırlar. Birinci, onu da deyim ki, bu layihələrdə iştirak tamamilə ödənişsizdir. Əgər kimsə sizdən ödəniş tələb edirsə, burada deməli həqiqətində fırıldaqçılıq var. Proqram özü tamamilə heç bir ödəniş tələb eləmədən qəbul edir könülləri. Bu mütləq nəzərinizdə olsun. Və əgər kimsə hətta sizə deyirsə ki, tutaq ki, mənə müəyyən qədər ödəniş elə, mən sənə 12 aylıq və s. məsələn, atıram, Polşaya işə düzəldim. İndi o işləri nəzərdə tuturam, amma sırf bu layihədən söhbət gedirsə, Avropa Həmrəylik Korpusunda bu iş sayılmır. O mənada ki, bu könüllülük sayılır və müddəti bitdikdən sonra sizdən ölkənizə qayıtmağınız tələb olunur. Təbii ki, illegal yolla ölkədə qala bilərsiniz və yaxud da burada qalıb qaçqın statusuna müraciət edə bilərsiniz və s. Amma bu təbii ki, arzu olunan deyil və illegal qalmanız ümumiyyətlə bir qədər özünüz üçün də risk atmış ola bilərsiniz. Çünki deportasiya olunmaq ehtimalınız olacaq. Yəni, əgər həqiqətən də məqsədiniz bir ölkədə, yəni Azərbaycandan çıxıb xarici ölkəyə tamamilə köçməkdirsə, bu sizin üçün ideal bir proqram deyil.
Bu proqram o şəxslər üçün idealdır ki, onlar sadəcə xaricə getmək, müəyyən bir fərqli mühitlə tanış olmaq, yeni insanlar kəşf eləmək, yeni ölkə kəşf eləmək, insanlarla tanış olmaq, müəyyən məsələn boş vaxtları varsa, o vaxtı səmərəli şəkildə keçirmək və öz dil biliklərini və yumşaq bacarıqlarını, soft skill dediyimiz yumşaq bacarıqlarını inkişaf etdirmək istəyirlər. Məhz bu şəxslər üçün ideal bir proqramdır. Belə sizdən tələb olunan bacarıqları da bayaq dediyim kimi əslində o texniki biliklər sizdən hansısa proqramda işləmək və s. kompüter proqramını bilmək və s. tələb olunmur. Əksər hallarda sadəcə müəyyən qədər dil biliyi, komandada işləmək bacarığı, insanlarla ünsiyyət qurmaq bacarığı və s. belə soft skillslər tələb olunur. Yəni siz əgər fərqli mədəniyyətdən olan insanlarla işləyə bilirsinizsə, ünsiyyət qura bilirsinizsə, bu okeydir. Və bir də təbii ki, layihədə görəcəyiniz işlərdən də asılıdır. Məsəl üçün, siz əgər məsələn, əlilliyi olan şəxslərlə işləmək olan bir layihədə seçilmisinizsə və orada işləməlisinizsə, sizdə həmin şəxslərlə işləmə bacarığı da olmalıdır. Əgər siz məsələn əlilliyi olan şəxslərlə işləyə bilməzsinizsə, bu layihəyə uyğun deyilsiniz deməli. Ona görə də özünüzə uyğun layihələr tapa bilərsiniz. Və gələk ən əsas məsələyə, tamam bu layihə nədən ibarətdir, kimlər müraciət eləyə bilər, nələr qarşılanır, nələr qarşılanmır, tələblər nədir və s. bunları bildik. Və bəs mən bu layihələri hardan tapa bilərəm, necə müraciət eləyə bilərəm? Bu sual yəqin ki, yaranır artıq sizdə. Bu sualın cavabı əslində sadədir və iki fərqli cavabı var. Birinci yol, siz rəsmi Avropa Həmrəylik Korpusunun portalı var. Hansı ki, layihələrin böyük əksəriyyəti orada paylaşılır və siz birbaşa portal üzərindən müraciət edə bilərsiniz. Sadəcə bunun üçün Google-a European Solidarity Corps yazmağınız kifayətdir. Və çıxan portalda qeydiyyatdan keçirsiniz, yəni özünüz haqqında məlumatlar, hansı ölkədən siz, yaşınız neçədir, maraqlarınız nədir və s. doldurursunuz və qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan sonra orada portalda mövcud olan layihələrlə tanış ola bilərsiniz. Hansı ölkədə, hansı müddətdir, sizdən nələr tələb olunur, ətraflı orada məlumat qeyd olunur. Və siz bu məlumatlardan tanış olduqdan sonra müraciət etməyə başlaya bilərsiniz özünüzə uyğun layihələrə. Onu da deyim ki, burada müraciətdə qətiyyən bir say limiti yoxdur. Dəfələrlə istədiyiniz qədər müraciət edə bilərsiniz. Sadəcə orada bir limit var ki, siz ümumi həyat 18-30 yaş aralığında bütün layihələrə əgər seçilsəz, bu bütün iştirak etdiyiniz layihələrin cəmi 1 ili keçməməlidir. Yəni 12 ay keçməməlidir. Mən dediyim kimi hazırda mən özüm 4 dəfə fərqli layihədə iştirak etmişəm və qısa müddətlilər olub. Ona görə də siz qısa müddətli layihələrdə iştirak edərək daha çox fərqli layihələrdə iştirak edə bilərsiniz. Əgər məsəl üçün birdən-birə 10 aylıq bir layihədə iştirak edirsinizsə, daha sonra sizin yalnız 2 ayınız qalır və yalnız 2 aya qədər olan bir layihədə ikinci dəfə iştirak edə bilərsiniz ki, ümumi cəm 12 aydır keçməsin. Sadəcə bu tələbi nəzərə almalısınız. Ümumilikdə isə mən tövsiyə edərdim ki, fərqli ölkələri əgər kəşf etmək istəyirsiniz, yeni insanlarla tanış olmaq istəyirsinizsə, bu tipli layihələrə müraciət edin. İkinci yol var, hansı ki, necə müraciət edə bilərsiniz. Bu isə yerli təşkilatlar var ki, həmin təşkilatlar vasitəsilə müraciət etmək mümkündür. Məsəl üçün, Azərbaycanda Sağlam Düşüncə, Gələcəyə Körpü, Nayora, yəni daha sonra Azərbaycandan olan təşkilatlardan bildiyim qədər Erasmus Student Network, SCN Azərbaycan, bu tipli təşkilatlar belə layihələr paylaşırlar ara-sıra öz Instagram, Facebook səhifələrində və saytlarında. Məhz onları izləyərək həmin təşkilatlar vasitəsilə də müraciət edə bilərsiniz. Həmin təşkilatlar vasitəsilə müraciətin bəs özünüz şəxsən portaldan müraciətdən fərqi nədir desəz, əslində demək olar ki, elə də bir fərqi yoxdur. Sadəcə təşkilat vasitəsilə müraciət edəndə sizin sending organization, yəni ki, göndərən təşkilatınız olur ki, bu Azərbaycan tərəfidir. Amma özünüz birbaşa müraciət edəndə bəzən bu tələb olunmur sizdən, bəzən isə tələb oluna bilər. O zaman artıq siz həmin layihədən qəbul alıb, sonra Azərbaycandan bir təşkilat tapmalısınız özünüzə ki, sizi dəstəkləsin. Belə təşkilatlarda dediyim təşkilat, adını çəkdiyim təşkilatlardan biri ola bilər.
Bu qədər. Əgər ümumi Avropa Həmrəylik Korpusu ilə bağlı, iştirakla bağlı, müraciətlə bağlı başqa hər hansı suallarınız varsa şərhə yaza bilərsiniz. Mən çalışacağam ki, sizin bütün suallarınızı cavablandırım. Əgər daha çox suallar olarsa, mən hətta növbəti bir videoda çəkə bilərəm. Mən sizin suallarınıza cavab olaraq. İndi isə hələlik ümid edirəm ki, bu video sizin üçün faydalı oldu və siz artıq Avropa Həmrəylik Korpusu könüllülük proqramlarına müraciət edəcəksiniz.